Düdük verildi, oyun başladı. Kəpəz Sabah qarşılaşması 5-ci tur çərçivəsində start gördü və dərhal irəli uzun ötürmə Sabah futbolçularından mübarizəsi. Buenlic, Joles Mikels. Afsayda alınmayıb hələ ki, Namiq Əsgərov qapı qarşısına ötürmə etmək etdi. Müdafiəçilərdən top qayıtdı, həmlə devam edə bilər. Edir də Mikels geri ötürmə verir. Yan İrasova. Təzində hər iki Kəpəz Sabahı məğlub edə bildi. Premyer Liga çərçivəsində 8-də qarşılaşıblar. 2-2-də və 6 qələbə var Sabahın nasibində. Amma kubok çərçivəsində komandalar üz-üzə gəliblər daha öncə və bir neçə mövsüm öncə Kəpəz hələ birinci liga təmsilçisi kimi Sabahı məğlubiyyətə uğratmağı bacarır. Bu ilk hücum qapı qarşısına ötürmə, amma Məmməd Hüseynov inamlı oynadı. Bir neçə mövsüm öncə Kəpəz çox böyük sensasiya imza atmışdı və ikinci liga komandası kimi Premyer Liga komandasını başından kənarlaşdırmışdı. Həmçinin ötən mövsümdə kubok yarışında komandalar bu arenada üzə gəlmişdir və çox maraqlı qarşıdurma bəxş etmişlər tamaşaçılara. 4-3 hesabı ilə Sabah qalib olmuşdu. O dramatik oyunda komandalar maçları son dönəmlər maraqlı və bol qollu keçir. Ötən mövsüm çempionatda da 2 dəfə 2-2 hesablı heçəsi qeydə alındı. Bir oyunda 3 hesabı ilə Sabah qələbə qazandı, digər isə 2-1 hesabı ilə. Sofyan Çakla. Və qayda pozulur 8-ə qarşı. 3 futbolçu zədə səbəbindən Sabahın heyətində bugün yer almayıb. Söhbət artıq müddətdir ki, komanda kömək edə bilməyən Vendantildən, həmçinin mövsümün əvvəlində bu oyunda zədələnən Ayaz Quliyevdən və həmçinin Kahim Perisdən gedir. Amma yaxın zamanda onların qayda gözlənilir, ən azından komanda ilə məşq qaydacaqlar. Sentyabrın sonları, oktabrın əvvəllərində. Topu meydanda saxlaya bilmədi Joles Mikels və qapıdan qələbə olacaq Məmməd Hüseynov. Topu oyunda arzu etməlidir. Kəpəzin heyətində isə 4 futbolçu zədə səbəbindən kərdəsində yer almayıb. Bu ucundan sonra toxunaraq bu məsələyə Elvin Malov sağ cinaha çevirdi. Amil Ziyev. Sekidika. Sekidika futbolçunun astından çıxdı. Sekidika mərkəzə verdi. Joles Mikels qapıya baxır. Altıncı pənt zərbə etdi, amma çox uğursuz alındı. Jose qeyri zamanda. 2 qapı. Rogerio Santos və İlgün Bayramov zədəlidir. Kəpəzdə və eyni zamanda İlmir Tağıyev ilə Tural Zayev. Səbəbdən Kəpəzə yardım edə bilmirlər. Nicat İsmayıllı yenidən qapıdan zərbənin yerinə itirilməsini istədi Məmməd Hüseynovdan. Uzun ötürmə irəli İlkin Qırtımovdan. Hasan Ziyayə topu ram edə bilmədi sinəsi. Bu mövsüm Kəpəzə qoşulan forvard hələ ki qol hesabını açıq bilməyib. Kəpəz hələ ki bu mövsüm Premyer Ligada gol vurmayıb və ikinci azarkeşləri məhz bu tilsimin vaxt qırılacağını gözləyirlər. Sekidika. Lepinitsa. Top bitirdi. Kəpəzin əks hücum həmləsi. Viktor Braga, amma ona qarşı qayda pozulur. Amil Seydiyev kobud oynadı. Viktor Braga top oyuna daxil, amma yenincə İsmayıllı ləngidir oyunu. Yalnız onun işarəsindən sonra zərbəsi yerinə yetirilə bilər. Məhz bu işarəni göstərdi Nicat İsmayıllı referisi. Viktor Braga topun gerisində Kəpəzə yeni qalan futbolçulardan müsbət mənada az fərqlənən məhz bu futbolçudur.
Onun ötürməsi cərimə meydançasına Camal qarşıladı. Əli Səməvadovdan yenidə ötürmə meydançasına təhlükəli ola bilər, amma Boyan Letic burada vəziyyəti nəzarət edir və topu uzaqlaşdırır. Tatışını Jahverdiyev yerinə yetirəcək. Nəcəyim. Kevin topu ötürmə çalışdı, amma ondan öncə Nami Qərifsarov topa çatdı. Sekizika istiqamətinə göndərilən top. Sekizika topu meydanda saxladı, amma özündə saxlamağa bacarmadı. Kəpəz futbolçular bu dəqiqələrdə daha çox topu özlərində saxlayırlar. Son 2-3 dəqiqədə məhz belədir və amma indi topu yan xəttdən meydana tərk elədi. Yusuf İmanov milli komanda dəvət qazanıb. Bir də qeyd edim, bu turdan sonra milli oyunlarla bağlı fasilə yaranacaq çempionatda və 2 həftə sonra Premier Liga oyunları davam edəcək. Millimiz Millətlər Liqasının yeni mövsümündə mübarizə start verəcək. İsveç və Slovakiya ilə oyunlarla. Lasan Ndiaye topu saxlaya bilmədi. Sağ cinahda Lassana, sağ winger rolunda, solda biz Viktor Braqanı görürük son oyunlarda ənənəvi olaraq və hücumun sivri ucunda Orxan Əliyev mübarizə aparır. Ötən mövsüm Araz Naxçıvanda kifayət qədər məhsuldar çıxış edən liqanın ən məhsuldar futbolçularından biri olmuş Orxan Əliyev hər ki Kəpəzdə debüt golunu vura bilməyib. Boyan Letic. Letic mərkəzə meyilləndi, ötürməsi Şafrankoya. Şafranko iki futbolçunun əhatəsində düşdü. Mikkelson yardımına gəldi. Mikkelson zərbəsi və dirəkdən qaçır. İlk təhlükə 7-ci dəqiqənin tamamında Kəpəzin qapısı qarşısında Mikkelson zərbəsindən sonra dirəyə tuş gəldi. Epinitsa. Növbəti hücum dalğası sabahdan. Namik Əsgərov. Namik gözləri paslaşdı. Sekizika ilə, amma Keveron kombinasiyanın qarşısını aldı. Boyan Letic. Sabal. Çakla. Amin Seydiyev. Qısa ötürmələrlə müdafiədən özünə xas tərzdə çıxmağa çalışır, hücum qurmağa çalışır Sabah futbolçuları və məhz bu səbəblə indi Elvin Camal bir qədər geriyə çəkildi, özü daşıdı. Amin. Ötürmə meydançasına birbaşa və ötürməsi Şafranko'ya sağlanmış ötürməydi bu. Şafranko topa toxuna bildi. Boyan Letic'dən öncə isə Ehtiram Jahverdiyev topu uzaqlaşdırdı. Altın Letic yerinə yetirdi. Mikkels. Bu isə Mikkelsin bir əvvəlki zərbəsinin təkrarı. Yaxın güncü nişan almışdı. Almaniyalı futbolcu, amma bəxti gətirmədi deyə bilərik. Yusuf İmanov. Lipinitsa uzun diagonal Letic istiqamətində. Top sıxladı. Letic amma ötürməsi keçmədi. Əks hücum şansı Kəpəzdə. Ehtiram. Letic müdafiəyə qayıdır. 2-7 nömrəli futbolçunun mübarizəsi. Tez-tez yəqin ki bu beyli bugün izləyəcəyik. Ötürmədə səhvə yol verdi. Mikkels. O da topu qazana bilmədi. Ndiaye top tikləri yekunda top yan xəttdən meydan tərk edir Franko'nun ayağından. Slovakiyalı forward ötən turda Konoslav Rendulici sevindirməyə bacardı. Çempionat oyunu. İlk golunu vurdu. Sumqayət amaçlı geri dönüş etməyə bacardı Sabah. Oyunun əvvəlində hissədə buraxsa da daha sonra 3 gol vuraraq növbəti 3 gol öz aktivinə yazdırdı Rendulic'in komandası. Şafranko çox gözəl qol imzaladı. Artıq bu onun Sabah forması 3-cü qolu oldu. Ehtiram Jahverdiyev sağ tarafta irəliyir. Gözəl kombinasiyanın sonunda topu qəbul edir. Başını qaldırır, cərimə meydançasına baxır. Ötürməsidir. Karim Elkoça. Elkoça'dan qapı önünə zərbə və gol! Kəpəz mövsümdə ilk golunu vurur. Viktor Braga. Braziliyalı winger. Bu gol təlif yolu.
10-cu dəqiqədə Sabahla maçda. Beşinci turda nəhayət Kəpəz futbolçuları öz istəklərinə çatdılar və gol vurmağa nail oldular. İlk dəfə mövsümdə hesabı açdılar. Viktor Braga. Daha önce qeyd etmişdim, yeni qoşulan legionerlərdən müsbət mənada az çox fərqlənən, çox istəkli, çox çalışqan görünən oyunda futbolçu Viktor Braga və təsadüfi deyil ki, məhz o fərqləndi. Bu epizodda və Kəpəzin mövsümdə ilk golunu vurdu. Karim Elkoçan dəqiq götürməsində qeyd etmək lazım. Sözsüz ki, burada müdafiə mərkəzində iki futbolçu müdafiə almışdı Braqanı, amma heç biri onun zərbə indirməsi əngəl yarada bilmədi. Yenidən hesab geriyə düşür Sabah. Sumqayıtla ötən top maçında olduğu kimi. Görə bu dəfə necə reaksiya göstərəcək üçün yetirmələri. Repenitsa. Amin Seydiyev. Çakla. Rasaval. Solda Lekic. Ve Çakla. İlk təhlükəli hücumunu demək olar ki, ilk təhlükəli həmsini golla başa vurmağa bacardı. Kəpəz çox maraqlı. Buna qədər 4 oyun ərzində edib bəlini bu dəfə bir hücum ərzində. Bir hücuma etdi, belə demək daha doğru olar. Bir hücuma gol vurdu. Gəncə futbolçuları. Sözsüz ki, yeni futbolçuların çoxluğu xüsusi oynayırdı burada. Uğursuzluqlarda, buna qədər yaşanan uğursuzluqlarda ən büyük rol oynayan Meqan Məsbudi. Onların hər birinin adaptasiya ehtiyacı var idi. Həm şəxsi adaptasiyadan söhbət edir burada, həm kollektiv adaptasiyadan. Və turlar keçdikcə əlbəttə ki, Kəpəzdə işlər yaxşılığa doğru gedəcəyini gözləmək olardı və hələ də olardı. Bu demək deyil ki, Kəpəz işləri asanlaşacaq çempionatda. Yox, amma hər halda ilk turlardakı vəziyyətdən daha yaxşı olacaq. Məncə ümid var idi. Kəpəz azarkeşlərində və bu oyunun ilk 10 dəqiqəsi etibarilə bu ümidlər hələ ki doğrulur. Ümumi yekun çıxarmaq tez deyək ki, amma bu anın bu sözləri bilərik. Igor Xvalko cərbəsindən topa daxil edir. Viktor Braga topu meydanda saxladı. Əli Səmədov. Sarcaha Endiayə. Endiayədən cərmə meydançasını ötürür. Orxan Əliyev yerdə qalıb. Heç bir şey yox. İsmaili top Yusuf İmanovda. Orxan Əliyev hər də yerdədir. Nicat İsmaili onun vəziyyəti ilə indi maraqlanacaq. Həkimlərin köməyinə ehtiyac varmı? Yoxsa Əliyev özü qalxacaq ayağa. Baxırıq burada Çin-Çinin iki futbolçunun arasında girdi Orxan Əliyev və yerdə qaldı. İlkunda Endiayə. Əslində yaxşı düşünmüşdü Orxan Əliyevin sürəti bir qədər daha yüksək olsaydı, daha cəyü tərbələnib topa çıxa bilsəydi, çox gözəl bir hücum izləyə bilərik. Oyun bərpa olundu. Orxan Əliyev artıq istədi və Sabah futbolçuları topa daxil etdilər. İrasaba. Çakla. Sabahın müdafiə xəttində mövsümün əvvəlindən bəri bir xeyli sual yaranıb. Görür ki, müəyyən problemləri hələ də aradan qaldıra bilmirlər. Bilməm nə dərəcədə bu fərdlərlə, adlarla və komanda oyunu ilə bağlıdır. Bu artıq Republik araşdırmalıdır. Amma görünür, bu problemləri aradan qaldırmaq çox çətindir. Növbəti təhlükəli ola biləcək potensiallı hücum Kəpəzdən. Karim Elkoça və qayda pozuntusu. Nicat İsmaili polu qeyd aldı və kifayət qədər təhlükəli və yaxın nöqtədə Kəpəz futbolçuları cərimə zərbəsi yerinə yetirəcək. Həmsə Azərbaycan qrupu bugün tək qoymayıb komandanı Tovuzda. Az sayı olsa belə
Azarkeş de bugün dəstəkləyirlər. Kəpəzi və ilk gol şahidi də oldular. İkinci gol görmək istəyirlər. Gol sədalarını eşidirik. Elkoç topun gerisində. Nəfərdən ibarət. Kifatkırın nəhəng bir canlısı var. İşarət verirdi. Elkoç zərbəsi canlı sətdə tuş gəldi. Qaydan top Elkoç'a. Cərmə meydançası topu göndərir. Qarşıladı. Sabah oyuncuları əks hücum şansı, amma Şafranko topu saxlaya bilmədi. Mehmet Hüseynov. Rojer'in zədəsi davam edir. Mövsüm öncəsi Kəpəzi qoşulan qalkipirin zədəsi davam edir. Mehmet Hüseynov. Onun zədələnməsindən sonra oynamaq şansı qazandı və bu şansdan istifadə etməyə çalışır. Amma iş əlbəttə ki, çox çətindir. Hər oyunda onun qarşısına doğru xeyli zərbə indirilir. Belə halda oynamaq, inanlı oyun göstərmək, etibarlı oyun göstərmək çox çətindir. Jonas Mikels. Hələ ki, bu oyun sabahın ən təhlükəli zərbəsinin müəllifi Sekizika ilə oynadı. Namik Əskarov. Sekizika. Geri Lepinitsa. Boyan Letiç. Solda təkdir demək olar ki. Lepinitsa. Geriyə Şakla, bir vəziyyətlə Yusuf İmanov istisna indi sabah meydanının fəzaitsindədir. Elvin Camalov. Lepinitsa. Ötürməsi dəqiq alındı. Namik Əskarovdan Hacına Hamin Seydi başı qaldırdı. Ötürməsi keçmədi. İkinci cət imkanı var və top son anda Namik Əskarova çatır. İrasabal. Lepinitsa əks hücum şansı yaranır Kəpəzdə. İrasabal ilk cətdə onun qarşısını alsa da ikinci həmlə Orxan Əliyev, Elkoç'a bir qədər narahat ötürmə alında aldı hücumda edəcək zərbə və gol! 2-0! Kəpəz ikinci topu sabahın qapısından keçirir 18-ci dəqiqədə. Lassan Ndiaye boş qapı önündə tamamilə tək qalmışdı və çox rahat şəkildə onu qapıya göndərdi, topu qapıya göndərdi. Şok başlanğıc sabah üçün. Heç kimin gözləmədiyi hadisələr baş verir. Tovuz şəhər stadionunda 4 oyun ərzində bir gol belə vura bilməyən Kəpəz futbolçuları ikinci turda 18 dəqiqə ərzində artıq 2 dəfə liderlər əsasında yer alan Sabahın qapısına yol tapılırlar. Karim Elkoç'a sanki artıq hücum kəsərini itirdiyi anda çox yaxşı götürmə verir. Lassan Ndiaye nəzarətsiz qalmışdı və qapını dəqiq almaq onun üçün çətin iş deyildi. (2-0) Qoxlanılır. O bilsin Karim Elkoç'un ötürməsi zamanı Lassan Ndiaye'nin mövqeyi ilə bağlı hər hansısa bir şübhə yaranıb. Herhalde belə sərhəd epizodu idi açıq baxışdan baxanda bu təsiratı yaranırdı. Var otağında Rauf Allahverdi ilə İrşad Abdullayev epizodu incəliyirlər. İstənilən halda yenə də əks hücumdan Sabahın gol buraxması Sumqayıtla maçda olduğu kimi növbəti sonları doğurur. Andre eyni səhvləri təkrarlayır. Səhvlərin nəticə dərs çıxarmır və gol qeydə alınır. Hər şey qanun çərçivəsində idi. Mərkəzdən oyuna başlamalıdır Sabah. İrasabal. Letiç. Çakla. Ahmediyev. Zeç. Mikels. Kəpəzin 2 qolu arasında keçən 7 dəqiqə ərzində Sabah təzyiq göstərdi. Sabah topa sahib oldu. Amma hər hansı bir təhlükə epizodu yarada bilmədi Kəpəzin qapısı qarşısında. Kəpəzin isə bir təhlükəli cərimə zərbəsi də var idi, xatırlayırıq. Və ilkində ikinci qolunu da vurdu.
meydan sahibləri. Amin Seydiyev. Hücumdan Sabah. Amin qapı qarşısından çox hündürdən getdi top. Budur var görüntüsü və heç bir offside olmadığını, oynayan vəziyyət olmadığını görürük. Lasan İbrahim tamamilə düzgün mövqeyi tutmuşdu ötürmə zamanı. Və onu nəzarətdən buraxmışdı. Sabah futbolçuları. İlkin Qırtımov. Franco qayda pozdu burada məncə. Bəli. İsmail oyunu dayandırır. Şaflanko üzr istəyir qəbindən. Çox sərt oynadı, çox kubud oynadı. Şafranko bu epizodda. İlkin Qırtımov hələ də yerdədir. Hələ ki bu oyunun nəticəsindən danışmaq deyildi. Amma ümumi hər mövsüm Kəpəzdə yaşananların tekrarlanması təəccüb olmayabilir. Hər mövsüm bir baş məşqçi ilə mövsümü başlayan Kəpəz çox problemlərlə üzləşir. Əvvəldə ard-arda uğursuzluqlara düşər olur, məğlubiyyətlər alır. Sonra məşq dəyişikliyi baş verir və həmin futbolcular tamamilə fərqli tərəfdən özlərini göstərməyə başlayırlar. Özlərini tutmağa başlayırlar. Həmin komanda sanki 180 dərəcə dəyişir və futbolcular birdən-birə tamamilə fərqli bacarıqları ki, istedadları kəşf edirlər özlərində. Bu Kəpəzin Premyer Liqa qarşısından sonra ilk mövsümündə də yaşandı, ikinci mövsümündə də yaşandı və sanki bunun işartılarını 3-cü mövsümdə görürük 5-ci turun oyununda. Vurğun Hüseynov, təcrübəli futbolçu, bir növ köməkçi məşqçi kimi edir Kəpəzdə. Çox az oynayır. Daha çox komandada ağsaqqal rolunu, funksiyalarını yerinə yetirmək olar. Və indiki durumda xüsusilə komandanın rəsmi olaraq baş məşqçisinin olmadığı dönəmdə Vurğun Hüseynovun məncə rolu bir qədər də artır. Amin Seydiyev. Əla 8-ci qada. Çox gözəl fənlə bu rəqini aldatdı. Ümid edir ki, təkrarını izləmə imkanımız olacaq. Operatorlarımız bunu qaçırmadılar. Düşünür. Out açısı Sabah yerinə yetirməlidir. Amin Seydiyev. Amin Seydiyev. Qaydan topda yenidən Sabah futbolcular birincidir. Bu dəfə əks hücumun reallaşmasına imkan verirlər. Lepinitsa meydançısı daxil olmasına imkan vermədilər. Çakla. Letic. Mikels. Genişləndirir. Hücumun cəbhəsini ötürməsini edir. Qapı qarşısında Franko'dan öncə burada topa toxunan Kəpəz futbolçusu var. Valko'ydu bu. Küncdən zərb olacaq. Korneri Sabah yerinə yetirir. Cərimə meydançasında Sabah futbolcusu yer alıb, yetirisi də qoşuldu yerlə ötürmə. Letic, Namiq Ələskərov yenə də yerlə bu dəfə tapşırıqını sona qədər dəqiq yetirə bilməli Sabah futbolcuları. Buna oxtar bir künc zərbəsini xatırlayıram mövsümün sonunda. Sabah yerinə yetirmiş və qol vurmuşdu. Mikels və Məmməd Hüseynovun seyvi. Daha bir təhlükəli vəziyyət Kəpəzin qapısı qarşısında yenə. Charles Mikels diqqət mərkəzinə düşdü. Bu dəfə Məmməd Hüseynov Kəpəzi qoldan xilas edir. Növbəti həmlə Boyan Letic. Namiq Ələskərov. Letic. İyi oynadı. İrasabal. Çakla. Çakla yerlə Sekidika. Amin Seydiyev. Elvin Malov. İrasabal.
Sol cinaha Letiç'e vermə. Letiç'dən cərmə meydançasına Franco topu ram edə bilmədi. Şahverdiyev və Franco ilə top meydanı tərk edir. Kəpəzin müdafiədən çıxmasına imkan vermir. Olar ki, Sabah futbolçular, amma hər iki bunun bəhrəsini görmürlər. Bir əvvəlki epizodun təkrarı təkbətək duel və Məmməd Hüseynov. Uduzmadı bu dueldə. Letiçlə İncəyenin hava mübarizəsi yakında top Sabah futbolçularındadır. Çakla. Kels. Alov. Letiç. Namik ilə paslaşdı. Yenidən Namik Əsgərov. Namik mərkəzə çəkilir. Bir qədər geri ötürmə verir. Amin Sedriyev irəli oynadı. Cərmə meydançasında daxil mümkün olmadı. Ayağından çox irəli bıraxdı. Pinitsa və yekunda qapıdan zərbə olacaq. Ümumiyyətlə, Tovuz stadionda Sabah üçün oynamaq həmişə çətin olub. Sabahın tarixində ən uğurlu mövsümünü xatırlayıram. Burada Tuna qarşı itirdiyi səfər oyunlarında həmin o Kaşyuklu Sabah belə ciddi problemlər yaşayırdı, amma Kaşyukun sayəsində burada qələbələr qazanırdı. İki maçda Kaşyuk fərqlənmişdi, birində dubl etmişdi, birində bir qollu komandası qələbə qazandırmışdı. 23 mövsümdə Kəpəzə qarşı da, ötən mövsümən Turana qarşı da bu arenada ciddi problemlər yaşayıb ötən mövsüm Sabah futbolçuları. Çakla. Camalov. Namik Əsgərov. Bir növ dispatcher rolunu oynayır. Mərkəzdə əsir onun nömrə kimi. Bunların istiqamətləndirən futbolçudur. Mikels. Ayaq saxladı, amma öz aldatdı, topu itirdi. Əksicim şansı yaranır Kəpəzdə. Karimel Kolçan və qayda pozulur, amma top Kəpəzdə qaldığından Nicət İsmayılı davam edir. Əli Səmədovdan sol diagonal Viktor Braga istiqamətində anlaşılmazlıq burada Amin Seydiyev ilə Yusuf İmanov arasında. Hər şey Sabah üçün yaxşı bitdi. Bu anlaşılmazlığın nəticəsi fəsad daha böyük ola bilər. Camalov. Rasova. Letiç. Letiç. Camalov. Lepinitsa. Sağa çevirdi. Amin Seydiyev. Amin'den kapı önüne 8. karşı üzerine zərbə. Daha bir zərbə Mikyaz'dan Məmməd Hüseynov. Bu dəfə də Məmməd Hüseynov. Artıq 3 dəfə. 8 dəqiqə ərzində, 9 dəqiqə ərzində Mikyaz 3 dəfə fərqlənməyə yaxın oldu. Amma bir dəfə dirək, 2 dəfə isə Kəpəzin qalkiperi buna imkan vermədi. Elvin Camalov. Letiç. Tək toxunursa ötürmə qapı önünə. Burada Kevertonqa bağladı. Hər kəs. Pinitsa. Çox ciddi təzyiq var. Kəpəzin müdafiəsində Sabah futbolçular tərəfindən. Amin Seydiyev. Lepinitsa. Seydiyev. İrasabal. Amin. Baxır, ötürməsini verir. Franco topa istədiyi kimi toxuna bilmədi və offside qeydə alındı. Pavol Franco ilə vəziyyətdə idi. Əvvəlki zonun təkrarı. Sikan başı üzərinə aşırma zərbəsi alınmadı. Ötürməyə çevirdi bu zərbə. Və Mikyaz burada çox güzel şəkildə buram etdi. Zərbəsi də heç də pis alınmamışdı, amma Məmməd Hüseynovun seyvi daha yaxşı alınmışdı. Igor Khvalko.
Artıq onun 3'də 1-i geridədir. Kəpəz Sabahı 3-0 hesabı ilə, üzr istəyirəm, 2-0 hesabı ilə məğlub edir. Müdafiə çəkib Sabah. İbn Camalov topu qazandırdı komandasına. Vimanov uzun ötürmə irəli. Şafrango indirə bilmədi Mikyas üçün. Ki bu ötürmə məhz buna hesablanmışdı. Burada isə Lepinitsin aldı. Karemel Kolça irəlilədi. Ötürməsini verdi. Əli Səmədov sağcıda. Topu meydanda saxladı. Əli Səmədov. Bizdə də Ndiayeni gördü. Ötürməsini verdi Ndiayeni geriyə. Keverton qapı önünə. İndirmə mümkün olmadı burada. Amin Zeydiyev. Bu son offside oldu. Şafranko'nun önde olduğunu görürük. Xətlər çəkilmədən də bu görünür. Boyan Letic. Elvin Malov. Sekidika. Ötürməsi Ələsgərov istiqamətində Namik topu çatdı, amma ötürməsi alınmadı. Sekidika. Əvvəlki oyunlarla müqayəsində daha pasif görünür açıq öz cinahında. Onun cinahında da biz Amin Seydiyevic başında görürük onlar zamanı. Bu da Sabahın hücum potensialına təsir göstərən amilini düşünürəm. Baxın, bir 8-ə topladım. 8 qalda cəhədlər, yerlə ötürmə, uğursuz. Qarşıladı burada Sabah futbolçuları. Əsin əksüzunu Şakla vaxtında özü atdırdı. Əlbəttə ki, məhz əks hücumlarda qolların baxılmasının da bir kökü var. Sözsüz ki, Sabahda komanda çox hündür xətlə, yüksək müdafiə xətti ilə müdafiə olunur. Üzr istəyirəm, metodologiyaya görə. Və müdafiənin arxasında edilən ötürmələr və sürətli keçidlər zamanı heç də çox sürətli olmayan İrasaballə Sofya Şakla özlərini çatdırmır. Digər futbolçular da qayıt gecikirlər və yekunda komanda artıq ardıcıl ikinci turda çox sürətli əks hücumdan qol buraxır. Rəqiblər də bunu yaxşı dərk edir, analiz edirlər və silahdan istifadə etməyə çalışırlar. Onsuz da ki, bugün müdafiə olunur, daha çox, daha xüsusilə bu ilk gol vurduğundan hesabı açdıqdan sonra belə bir şans əlində də istifadə etməyə çalışırlar. Keverton'a qarşı qayda pozuntusu alındı. Sekidika köpül oynadı. Keverton ötən turda debüt elədi. Kəpəz niyyətində səfərlə maçda 0-4 hesabı ilə Kəpəzin məğlub oldu. Oyunda debüt elədi Keverton. Və bugün ikinci dəfə start etdi meydana çıxıb. Zonasının futbolçusu Mikel. Ələsgərovdan zərbə cəhdi və Keverton özünü vaxtını çatdırdı. Hücum edəcək Sekidika ilə. Sekidika. Namik Ələsgərov. Namik. Lepinitsa. Camalov. İrasabal. Görün harada İrasabal. Sol oynadı. Letic. Jolet Mikels. Mikels'dan bir qədər geriyə. Camalov. Çıqla. Yeniden Camalov. Sağ cinahla devam edecek. Bəli. Sofyan Çakla. Boyan Letic. Nitsa ötürməsi keçmədi. Oxudu burada sana indəyi. Kombinasiyanın davamlı. Lepinitsa. Ötürməsi müdafiənin arxasına. Letic istiqaməti bu dəfə qalır, amma Letic ötürməsindən sonra Qırtımov təhlükəni sovuşdurur. Növbəti hücum vurmalı olacaq Sabah. Tamamilə qapanıb Kəpəz. Yalnız Orxan Əliyev mərkəzi keçirir çox hallarda. Ondan başqa heç kim meydanın o üzrə geçmir. Keverton isə burada ağrılar hiss edir. Səhv etmirəmsə top dəydi ona. Həkimlərə ehtiyac yoxdur. Keverton ayağa qalxacaq. Sözsüz ki, belə
kiçik futbol hilələrindən də istifadə edəcək Kepez və heç kim də onları buna görə qınaya bilməz. Bax, görürük. Ağrıları sanki hiss edib yerə oturdu və hakimin çarəsini göstərdi. Hakim atışı ilə önünün bərpa olacaq. Hər şey qaydasındadır. Əlbəttə, belə hərəkətlərlə həm vaxt qazanmağa, həm bir qədər rəqibi də əsəbləşdirməyə çalışacaq Kepez futbolçuları. Gərginliyi artdıqca sahə oyuncularında vəziyyət düzəltməyi də onlar üçün çətinləşəcək. Sofiyan Çako. İrasova. Mikels. Letic. Mikels qapını ötürmə və Məhəmməd Hüseynovdan topu meydanı tərk etdi. Məhəmməd Hüseynov sanki topun meydanı tərk etdiyini düşünürdü. Onların hərəkətlərindən belə başa düşmüyorlar, amma ilk top ona dəyəndən sonra yalnız meydanı tərk etdi. Gücdən zərbə. Bu bir şans əlbəttə ki, Sabah üçün. Sabah standart vəziyyətlərdən tez-tez fərqlənir. Namiq Rəskə topun gerisindədir. Böyük qüvvə ilə gəlib qollar. Namiqin ötürməsi qapın. Anlaşdırdı topu Aslan İncəyə. İlkin Qırtımova indi xəbərdarlıq edir. İcaz İsmaillı ilə bağlıdır bu xəbərdarlıq. Çox danışmasın deyə, yoxsa nə? Burada mövqi mübarizəsi zamanı Pavel Şafranko yerdə qaldı. Məhz İlkin Qırtımova mübarizədən. Qayda pozuntusu yox idi orada əlbəttə ki. İrasabal. Mikels. İrasabal. Çakladan sağına Amin Seydiyev. Amin ötürməsi cərmə meydancasına keçmir. Hardadır ilə İrasabal nəinki mərkəz xəttindən o tərəfdə mərkəz dairəsindən belə öndədir. Hələ ötürmə Amin Seydiyevdən dəqiq alındı. Namiq Rəskov ötürmə keçmir. Süper oldu burada topun qarşısında Əli Səmədov və topun qapı önünə çatmasına imkan vermədi. Gücdən zərbə oldu. Standart vəziyyət sayı dəqiqə bə dəqiqə artır. Amma hələ ki heç bir nəticə hasil olmur. Boyan Letic, Sarcınatda Məso korneri yerinə yetirir. Sağ əlini havaya qaldırıb, hansısa bir ev kitabına işarə edir. Məsini edir. Kepez futbolçuları uzalaşdırıb bilmirlər, yalnız indi bunu bacardılar və növbətə eksişim şansı yaranır. Orxan Əliyev Sarcınatdan vaxtında indi qoşuldu Karim Elkoça. Solda İncəyə var, Karim Elkoça ötürməsi geçmiş. Elvin Cammalov. Vaxtında geri kapitan və topu Sabaha qazandırdı. Və növbəti dayanma oyundan BTV Kepez futbolçusu yerdə qalıb və hətta həkimlərin meydana çıxması lazımdır. Ehtiram Şahverdiyev narahatlıq istədi və sözsüz ki bu futbolçularında da narahatlıq oyanır. Təkcə futbolçularında deyil, həmçinin ikisində bildirilir hakimə. Bizləyə burada nəsə başlamışdım. Ehtiram Şahverdiyev bu toqquşmadan sonra yerdə qaldı. Açığı buradan Ehtiram Şahverdiyevə inanıram. Nə yalan deyim. O yerdə qaldı, daha sonra rəqib futbolçu üzərinə yıxıldı. Bu çox ağrılı olur. Fasilədən istifadə edib vurulan qolların təkrarına da baxa bilərik. Karim Elkoçanın ötürməsindən sonra Viktor Braga Kepezin mövsümdə ilk qolunun müəllifi oldu. Burada isə çox sürətli və kəsərli əks-hücum Lassana İncəyinin qolu ilə yekunlaşdı. İki halda Karim Elkoça asistent rolunda çıxış elədi. Mərakeş əsli İspaniyalı futbolcu.
sanki kompüter oyunu bilmiş kimi Lasana İndiya'ya gol sevincini bize nümayiş ettirdi. Sarı verəqə etirazlara göre başa düşdüyüm qədərilə Sofian Çakla göstərildi. Və hətta bu çok büyük coşku ile karşılandı tribunalar. Bu arada artık 42 dəqiqə başlayıb, amma bu pozaları düşünürəm Mücət İsmail'le nəzərə alır və ikisi 2-3 dəqiqə əlavə edəcək. Sofian Çakla mövsümdə ikinci dəfə cəzalandı. Burada sarı verəqə almışdı. Məraklı müdafiəçi. Uzaqdan zərbə qapı istiqamətindən Nami Qələski buradan qeyri-dəqiq aldı. Getdikcə fikir verirsəm, təhlükəli epizodların sayı azalır Kəpəz qapısı qarşısında. Bizə Sofian Çakla'nın etirazı etdiyi hərəkət. Məhz buna görə əlbəttə ki ona sarı vərəqə göstərildi. Qapılarda konkret olaraq bu hərəkət başı sarı vərəqələ cəzalanması şərt kimi qeyd edilib. Lepinitsa, Elvin Camalov, Lepinitsa, bu dəfə var, Letic, Alşan verdiyi önünü kəsir, Lepinitsa, İrasaval, artıq Kəpəzlərmə meydana daxil olmaq çox çətindir Sabah üçün. Demək olar ki, boş nöqtə, boş ərazi yoxdur orada. Zərbə qapı başla zərbə bax indi. Ötürmək sanki bu yolu tapdılar, amma Mikkelsin növbəti zərbəsi qeyri-dəqiq alındı. İkisi də Mikkelsin ifasında 4-cü zərbə izləyirik. Bitirici kimi özünə yaxşı tərəfdən göstərir. Ən yaxşı yox, hələ ki yaxşı tərəfdən göstərir. Gol vursa baxda deyərək ən yaxşı tərəfdən göstərir Mikkelsin. Amma zərbələrlə bitirməsi, hər zaman sıx müdafiədə boşluqlar tapması, zərbə etməyə imkan tapması, həmçinin öz texnikası ilə bağlı olan məsələdir. Ən azından ümid verməlidir Sabah futbolçularına, keşlərinə. Lepinitsa sağ oynadı. Amin Seydiyev. Elvin Camalov. Geriyə İrasaval. Sola Letic. Qapı qarşısına hava ötürməsi. Zərbə indirən tapılmadı burada. Ülkə sovuşur müvəqqəti olaraq. İrasaval. Amin Seydiyev. Qapçı ilə oynadı Yusuf İmanov. Uzun müddətdir ki o topu vurdu. O qapısı qarşısında heç baş vermir. Onu ötürməm. Şahverdiyev topa toxundu, amma onu anlaştıra bildi. Mikkels mərkəzə oynadı. Lepinitsa. Lepinitsa Keverton'dan sıyrılır. Letic. Namik Ələkərov. Namik bu nöqtədə heç yox idi Sabah futbolçularından. Qaydan top Çakla'da. Tək qapı oyun gedir dəqiqələrdə. Amin Seydiyevdən ötürmə. Şafranko topu kimi ram edə bilmədi. Şafranko'nun pressingi altında dəqiq ötürmə verə bilmədi. Burada Kəpəz futbolçusu out atını dərhal yerinə yetirdi Sabah. Çox təhlükə. Qapı-qarşıda yaranan son təhlükəli epizod təkrar izlədik. Sabah növbəti hücumu. Mikkels baş üzərindən aşırma zərbə ilə bu da qapıya yol tapmağa çalışdı, amma qapıya paralel hərəkət etdi. Müdafiədə riskli hərəkətlər Kəpəz futbolçularından topu meydandan çıxır. Kəpəz futbolçusu Mikkelsin yerində qaldığına görə indi Sabah necə özünə aparacaq. Mikkels ayağa qalxırdı ilə Şahverdievin topu meydandan çıxardığı anda və Mikkels təşəkkürünü bildirdi burada Şahverdiyev və çox güman ki, indi Sabah topu qaytaracaq Kəpəzə. Aşırı zərbə indirdi. Başı üzərindən aşırma zərbə cəhdiyi yetirdikdən sonra yeri yıxılarkən Mikkels 2 dəqiqə bulundu.
ilk hissəyə. İlk 45 dəqiqəni 2-0'lık üstünlüğüyle başa vurmağa çox yaxın Gəncə təmsilçisi. Igor Xvalko Kəpəzin yeni həmsini başladır. İrəşdirmə, top meydanı tərk edib Sabah futbolçularından out'u Kəpəz yerinə yetirəcək. Xaliq Mərdanov topu verdi yetirmələrlə. Kəpəzin bir daha qeyd edim. İkinci komandasının baş məşqçisidir Xaliq Mərdanov bu oyuna 10 məşqçi kimi. Futbolçuları meydana çıxarıb və Sabahın bir futbolçusu indi yeri yıxılır. Şakladım. Viktor Braga ilə aralarında hansı bir kiçik konflikt olduğu burada başa düşdüyüm qədərilə. Hər şey qaydasına düşdü. Oyun bərpa oldu. 50 oyun var idi burada bəli. Ələsəm bunun əlinə demişdi top. Mikels. İkisi de Sabahın son hücumcularından biri. Lipinitsa. Uzun diagonal Amin Seydiv istiqamətində Seydiv çox səy göstərsə də bu topu saxlaya bilmədi. Çox hallarda Seydiv oyunun böyük hissəsini hücuma keçirir. Müdafiəçisi olsa da hücuma qoşulmaları baxımından ən aktiv müdafiəçi deyil. Ama bu oyunda vəziyyət tamamilə fərqlidir. Və bu da ilk hissənin final aktidir. Kəpəz Sabah maçında ilk 45 dəqiqədən sonra Kəpəz süre hesabıyla öndədir. İndi Viktor Braga Seydiv arasında gərgin anlar. İsmailli görə nə qədər verəcək ilk onda. Bu epizodun ilk onda. Daha sonra fasiləyə ayrılar. Gördüyünüz faydalarında. Kifayətlənince İsmailli əzdamalı. Orxan Əliyev indi topa ilk toxunuşu edir. Nəhayət ikinci hissə başladı. Gəlin bir daha heyətlərə nəzər salar. Meydan sahibi Kəpəz qapıda Məmməd Hüseynov ikisi də bir neçə dəfə komandasını real qoldan xilas etməyi bacardı. O da ilk sən qəhrəmanlarından biridir. İlkin qırtımı Orxan Əliyev, Ehtiram Şahverdiyev, Əli Səmədov, Ümid Səmədov, Igor Xvalko, Karim Elkovça, Lassan Edziaye, Keverton Markolino və Viktor Braga bu heyətlə Kəpəz davam edir mübarizəni. Sabah hücumda və növbəti korneri qazanır qonaqlar. Sabahın heyəti Yusuf İmanov qapıda, həmçinin Namiq Ələskarov, Elvin Camal, Amin Seydiyev, Boyan Letsic, John Lens Mikels bir neçə dəfə hesabı açmağa, daha sonra hesabı bərabərləşdirməyə, hesab arası fərqi azaltmağa yaxın idi. Sərzində ilk hissədə ən çox zərbə indirən futbolçuydu. 2 dəfə, hətta 3 dəfə qola çox yaxın idi. Bir dəfə qapı dirəyi ona mane oldu. 2 dəfə isə Məmməd Hüseynov. Sofyan Çakla, Pavel Şafranko, Jesse Sekidika, Yon İrasabal və Ivan Lepinitsa. Bu futbolçular da Sabahın heyətində yer alıblar bu maçda ilk dəqiqələrdə. İlk hissə haqqında mən nə deyə bilərik? Tamamilə Sabahın üstünlüyü ilə keçdi. Topa sahib olan tərəf Sabah idi. Kəpəz daha çox müdafiə olunurdu. Xüsusilə ilk goldan sonra tamamilə müdafiə oturdu Gəncə komandası və ikinci goldan sonra isə çox nadir hallarda ümumiyyətlə mərkəzi keçirdi meydan sahibləri. Amma çox yaxşı, etibarlı şəkildə demək olar ki, müdafiə olmağı bacardılar. Bir çox hallarda müdafiəçilər topu Məmməd Hüseynova və işin Məmməd Hüseynova çatmasına imkan vermirdilər. İş buna çatanda isə Məmməd Hüseynov özünə yaxşı tərəfdən göstərməyi bacarırdı. Kollektiv şəkildə müdafiə olunur Kəpəz. İndi də bununla məşğuldular. Qaydan top, Lepinitsa. John Lens Mikels qapı qarşısına göndərir topu. Məmməd Hüseynov səhv yol verir. İlk cəhddən top ələ keçirir. Bir əvvəlki toqquşmada Yon İrasabal qolundan kiçik bir zədə aldı. Martin Əşi qaydasında İrasabal oyunu davam etdirir. Burada isə Elvin Camal qaydanı pozmadan topu qazandırdı Sabaha. Jesse Sekidika sıkışdı burada, büdrədi, yeri yıxıldı, öldürmə edə bilmədi. Amin Seydiyev topu qarşıladı. Amin Orxan Əliyevlə mübarizə aparır. Orxan qaydanı pozur. Və sarı vərəqə, Orxan Əliyevə sarı vərəqə bu qayda pozuntusuna görə ilk hissədə Sofyan Çakla sarı vərəqə almışdı.
etirazlara görə ikinci hisənin əvvəlində isə Orxan Əliyev Nicat İsmayıllı tərəfindən cəzalanır. Onu baş hakim Nicat İsmayıllıdır. Burada bir də xatırladım məz tamaşaçılar. Cərimə zərbəsini indi Sabah yerinə yetirəcək. Növbəti standart vəziyyət Kəpəzin qapısı qarşısında. Kəpəzi bu oyuna Xaliq Mərdanov çıxarıb məşqi kimi müvəqqəti olaraq baş məşqi vəzifələrini icra edən şəxs kimi. Sabahın isə çalışdırıcısı Kronoslav Renduliçdir. Xorvatiyalı mütəxəssis Boyan Letic cərimə zərbəsi yerinə yetirir. Topun gerisində də ötürməsini edir. Başla zərbə. Daha bir zərbə çox yaxın məsafədən inanılmaz şəkildə burada topu qapıya yönəldə bilmədi Pavel Şafranko. Belə bir şansı boşa verdi Sabah futbolçuları. Burada artıq yalnız özlərini günahkar saya bilərlər. Artıq heç nə və heç kim Pavel Şafrankoya mane ola bilməzdi. Amma onun qeyri-dəqiqliyi Kəpəzi xilas elədi. Nəzarətsiz ön dirəyin yanında Pavel Şafranko 7 metr enində olan qapıya düşə bilmədi. İndi burada epizod izlənilər var otağında. Başa düşdüyüm qədərilə 50 oyun şübhəsi var. Bəli. Yonira Sabalin toxunuşundan sonra top Kəpəzin futbolçusunun əlinə dəymişdi. Bəli, həqiqətən də dəymişdi açığı. Sadəcə əlin hansı vəziyyətdə olması, nə qədər təbii vəziyyətdə olub-olmaması hakimlər tərəfindən dəyərləndirilməlidir. Bax, budur. Məsələ, toxunuş burada artıq sual doğurmur. Bu təkrardan hər şey məncə çox aydın göründü. Var otağında isə Rauf Allahverdi ilə Elşad Abdullayev epizodu izləyirlər, incəliyirlər. Ehtiram Şahverdiyevin top əlinə dəyir. Top əlinə dəyir. Burada heç bir sual yoxdur. Sadəcə əllə oyundur mu bu, yoxsa yox? Bax, budur sual. Top əli tapdı, əl topu tapdı məsələsi. Futbolun əbədi sualı. Yenidən verilməlidir. Bu sualın cavabı əvvəlcə Rauf Allahverdi ilə Elşad Abdullayev tapmalıdırlar. Onların cavabı Nicat İsmayıllın qərarına əks olsa, Nicat İsmayıllı özü təkrarı izləyəcək var monitorunda. Bəli, Nicat İsmayıllı özü izləyəcək. Potensial penalti şübhəsi 50 oyun qeydə alınsa penalti sayın olacaq. Bu aydın məsələdir. Başqa rakurslarda olsaydı düşünəm daha da dəqiq qəti fikir söyləmək olardı. Arada da lazım gəlsin Nicat İsmayıllı istəyəcək başqa rakursları düşünürəm. Halbuki bu rakursda bir çox məsələyə məncə aydınlıq gətirir. Bax, bu da rakursu var. Burada bir başqa da sual yaranır. Top Ehtiram Şahverdinin əlinə dəyməmişdən öncə bədəninə dəymişdimi? Bax, bu da sualdır. Bax, bu da vacib nüansdır əllə oyunun dəyərləndirilməsində. Burada xırda nüanslar, detallar çoxdur əslində. Və Nicat İsmayıllı görək hansı qərarı verib. Penalti nöqtəsinə göstərir Nicat İsmayıllı. Sabah 11 metrlik cərimə zərbəsini yerinə yetirəcək. Görə indi kim bu məsuliyyəti üzərinə götürəcək Sabah futbolçularından? Jonas Michels. Michels bu hücum xəttində ən təcrübəli futbolçudur. Sabahdakı çıxışları baxımından ilk növbədə. Tez-tez dəyişir. Və Kevertona sarı vərəqə göstərilir. Hakim təkrar izləyərkən ona problem yaradan futbolçu idi. Keverton sarı vərəqə və indi Jonas Michels mövsümdə ikinci qolunu vuraraq bu maçda hesabsız fərqi azalda bilər. Görək, istəyinə çata biləcəkmi Michels? İkisi də bir neçə dəfə qol vurmağa yaxın idi oyun epizodlarından, amma Məmməd Hüseynov onun qarşısını ala bilmişdi ki, epizoda görə bu dəfə Məmməd Hüseynovla dueldən Michels qalib ayrıla biləcəkmi? Michels Maccabi Haifa ilə penalti seriyasında zərbəni dəqiq yerinə yetirə bilməmişdi. Xatırlayırsınız əziz tamaşaçılar.
bir xatırlatma. İşarə verildi. Jolis Mikels və 1-2. Sabah hesab arası fərqi azaldır. İkinci hissənin əvvəlində onlar üçün ən vacib anda onlar bu gol vurdular. Məhz əvvəldə fasilədən bir neçə dəqiqə sonra Jolis Mikels mövsümdə ikinci dəfə fərqlənir. Buna qədər Neftçi ilə maçda ilk golunu vurmuşdu. İndi isə penaltisindən fərqləndi. Kəpəz 2, Sabah 1. Çox soyuqanlı yerinə yetirdi zərbəni Mikels. Bundan sonra müdafiədə Kəpəzin necə təsir bağışlayacağı maraqlıdır. Hər halda psixoloji üstünlük bu dəqiqələrdə Sabahdadır, bu aydın məsələdir. Amma hesabda üstünlük hələ də Kəpəzdədir. Yeri gəlmişkən bir maraqlı faktı qeyd edim. Kəpəzin heyətində bu maçda ilk gol vuran Viktor Braga həmçinin Kəpəzin Azərbaycan çempionatları tarixində 1000-ci golunun müəllifi oldu. Çox maraqlı statistik göstərici qeydə alındı. Müvafiq olaraq Lassana Ndiaye 1001-ci golun müəllifi oldu. Və görək, növbəti qollar bu oyunda vurulacaq. Kəpəz və 1001 gol. Maraqlı bir başlıq ola bilər. Viktor Braga bununla Kəpəzin tarixinə düşdü. Özünün isə bu ilk gol oldu. Kəpəz forması ilə bir daha bunu hatırladı. Qayda pozuntusu. Kəpəz futbolçuları buraxılan qoldan sonra irəli çıxmağı bacardılar. Sözün əsl mənasında. Məsələn, hesabda və ya başqa şeydə irəli çıxmadan getmir. Hərəkət olaraq irəli çıxdılar. İndi böyük qüvvə ilə irəlidədirlər. Böyük sayda futbolçu ilə. Yəni bunu biz son dəqiqələrdə ikinci sənə, ilk dəqiqələrində ilk hissənin son 15-20 dəqiqəsində izləmirdik. Herhalde onlar üçün də çox vacibdir oyunu öz qapılarından uzaqlaşdırmaq. Ruhlanan Sabah bu dəqiqələrdə təzyiq yaratsa ikinci golu vura bilər. Cərimə zərbəsi yerinə yetirdi Kəpəz futbolçuları. Hava mübarizəsi qaydan top. Ndiaye'nin zərbəsi alınır. Lassana Ndiaye uzaqdan zərbə ilə bu dəfə bəxtini sınamağa çalışdı, amma istəyinə çata bilmədi. Nizat İsmailli indi dayandırır Sabah futbolçularını. Vaxtından əvvəl oyunu bərpa etməyə çalışdılar. Halbuki burada Orxan Əliyev rəqibin cərimə meydançasında yerdə idi. Qapıdan zərbə olmalıdır. Çakla ilə toqquşmadan sonra yerə yıxılmışdı Orxan Əliyev. Çakla indi topladı. İrasabal. Çakla. Camalov. Camalov özü tapı daşıdı. Sekicika ilə oynadı. Elvin. Sekicika. Mərkəzə meyillənir. Geri ötürmə verir. İrasabal dəstək verir. Uzaqdan zərbə. Və Məmməd Hüseynov öz məharətini nümayiş etdirməli oldu burada. İrasabal. Heç də tez-tez belə cəhdlər həyatda qalmır oyunlarda. Topu qazanır. Sabah dərhal itirir. Şahverdiyev və top Sabah futbolçusuna meydanı tərk etdi. Out Kəpəzin. İrasabalın zərbəsinin təkrarı. Məmməd Hüseynov yaxın küncdən açığı çox çətin topu çıxarmağı bacardı. Çünki fikir verirsə top yerə doğru hərəkət edirdi. Enirdi artıq, enişdə idi. Belə toplar qapçılar üçün hər nə qədər uzaq məsafədən zərbə endirilsə belə toplar çətinlik, problem yaradır. Out satışını indi Sabah yerinə yetirməlidir. Yan xəttdən top oyuna daxil etməlidir. Rəvan Həmzazadə sakitləşdirir. Lassana Ndiaye'ni Malili forvardda bugün elə Braga kimi ilk golunu vurdu. Kəpəz forması ilə Evlin Camalovdan ötürmə Şafranko istiqamətində. Şafranko topu indirdi. Mikels topa çatmağı bacardı, amma onu meydanda saxlaya bilmədi. Belə Malili Lassana Ndiaye ilk golunu vurdu Kəpəz forması ilə. Çox maraqlıdır ki, ötən mövsüm kubok oyununda Kəpəzin 3-4 hesabı ilə məğlub olduğu, Sabaha məğlub olduğu oyunda
o zaman Kəpəzdə çıxış edən digər Malili forvard Adamanyanı hat-trick eləmişdi. Və ümumiyyətlə Kəpəzdə olduğu müddətdə ən yaxşı oyununu keçirmişdi Sabaha qarşı kubokda. Başqa heç nə demək olar ki, yadda qalmamışdı. Düzü Kəpəzə ikinci qələbəni qazandıran qol da vurmuş Araz Naxçıvanın qapısına, bunu da xatırladım. Amin Seydiyev sabah hücumda, Namiq Ələsgərov Şafranko ilə burada anlaşa bilmədilər. Məmməd Hüseynov sadəcə uzaqlaşdırır topu. Mübarizəyə qoşulmur burada. Karim Elkoç çünki offside-daydı. Elvin Camalov, Sekidika Camalov. Uzun ötürmə müdafiənin arxasına Seydiyev, Namiq Ələsgərov topu itirdi. Namiq üçün Kəpəz yad komanda deyil. Vaxtilə məhz burada karyerasını bərpa etməyə bacarmışdı Qarabağ dönəmindən sonra. Məhz Kəpəz komandasında. Və daha sonra Neftçidə uğurlu dönəm yaşadı. Karyerasının ən uğurlu dönəmini yaşadı. Bakı Futbol Klubunun yetirməsi. Elvin Camalov yerlə ötürməyə Şafrankoya topu çatmır. Şafranko bir çox maçlarda belə təsir bağışlayır. Oyunda çox az görünür, pasiv olur. Amma hansısa bir epizodda fərdi ustalı sayəsində həll edə bilir məsələni. Anatoliy Nuriyev hazırlaşır meydan kənarında. Sabah niyyəti dəyişikliyi olacaq bir qədər sonra. Karim Elkoça qapı qarşısında bir ötürmə, bu dəfə Yusuf İmanov topu elə keçirdi. Jesse Sekidika hücuma tələsir, amma böyük qüvvə ilə çıxmaqda çətinlik çəkir Sabah. Çünki digər futbolçular tələsmirlər. İran Sabah mövqeylərini tutdu Sabah futbolçuları və mövqe hücumunu reallaşdırırlar. Michels istiqamətli dəyə götürməyə Jolins. Michels blok qoyuldu bu zərbəyə və yerdə qalır burada Sabah futbolçusu, amma qaydanı pozan da elə Sabahlı oyuncu idi. Ehtiram Şahberdiyev yenə də diqqət mərkəzində. Şafranko məhz ona qarşı kobud oynamışdı. Baxırıq epizodun təkrarına. Igor Xvalko ayaq qoydu. Topa Michels'ın zərbəsindən sonra əks təqdirdə çox təhlükəli bir zərbə ola bilərdi. Hələ ki, Sabahın heyətindən yaxşı oyuncu həqiqətən də Joy Lens Michels'dir. Cərəmə zərbəsini Məmməd Hüseynov yerinə yetirdi. Çapla qarşıladı. Dəyişiklik və 9 nömrəli Anatoliy Nuriyev, 10 nömrəli Namiq Ələsgərovu əvəzləyir. Ötən mövsümdən bəri Sabahın start heyətində yerini itirmiş futbolçu Anatoliy Nuriyev hələ keçir. Bu yeri bərpa edə bilmir özü üçün, amma daimi olaraq əvəz etmələrdən oyunlara daxil olur. Sumqayıtla maçda yeri gəlmişkən ötən turda çox aktiv daxil olmuşdu maça və komandanın 3-cü golunda iştirak eləmişdi İlava Astə. Boyan Letic ötürmə cərimə meydançasına başla zərbə uğursuz alınır, amma hücum davam edəcək. Michels hücum davam edir, amma Məmməd Hüseynov İlkunda topu ələ keçirdi. Michels hər yerdədir. Michels hər an qapı qarşısında təhlükə yaratmağa hazırdır. Michels yaxşı formadadır. Mövsümün əvvəlində Avrokubok oyunlarında bəlkə də görməyə öyrəşdiyimiz Michels'i görmürdük, amma çempionat başlayandan bəri artıq həmin Michels'i görürük, xatırlayırıq. Kaşukla birlikdə rəqiblərinə qorxu yaşadan hücum xəttinin üzvü olmuş futbolçu. Sabaha ilk gəlişindən söhbət gelir. Əli Səmədov meydanda saxladı, amma Orxan Əliyev istiqamətində ötürməsi çox qeyridə qaldı. Amin Seydiyev, Elvin Camalov, Anatoliy Nuriyev,
Amin, Sekicika. Baxo bugün özünü xatırlatmır. Önceki oyunlarda gördüğümüz versiyasını xatırlatmır. Mikkels isə gözdəydi. Top əlinə dəydi. Bu epizodda sadə vəziyyətdə. Oyunun tempi çox aşağı düşüb. Sabah bir qolun əvəzini çıxandan sonra sanki sakitləşdi, sanki artıq işini görmüş. Komanda təsiri bağışlamağa başladı. Bilməm, bəlkə bu yalancı təəssüratdır. Amma meydanda hansısa bir gərgin mübarizənin şahidi olmuruq. Tez deyilmi sabah futbolçuları üçün? Kim bilir, bəlkə bir plan var artıq ikinci hissələ bağlı fasilədə Kronoslav Rendul üçün. Hazırladığı bir plan var. Kəbəz futbolçularında ehtiyat qüvvə azdır. Söhbət burada həm futbolçuların daxili qüvvəsindən gedir, həm heyətin ehtiyatından, genişliyindən söhbət gedir. Və son dəqiqələrdə bundan bəlkə istifadə etməyə çalışacaq Sabah. Bunun üçün güc qoruyur. Herhalde izləyək, baxaq. Çox maraqlı məncə bizi oyun gözləyir. İrələyən dəqiqələrdə də Şafranko onun qarşısına aldılar Kəbəz futbolçuları. Orxan Əliyev, Kəbəzdə əlbəttə ki, bu üstünlüyü əldən buraxmaq niyyətində deyil. Mövsümdə ilk qələbəsini qazanmağa yaxın olduğu maçda nəhayət bu istəyinə çatmaq niyyətindədir. Və artıq yeri gəlmişkən biz bu turun ən məhsuldar oyununu izləyirik. Artıq 3 gol vurulub. Daha bir gol vurula bilər bu maçda. Bundan öncəki 3 oyunda cəmi 2 gol vurulmuşdu. Bu maçda isə biz artıq 3 golun şahidi olmuşuq. Demişdim oyunun əvvəlində. Kəbəz və Sabah arasında oyunlar Premyer Liqa çərçivəsində bol qollu olur. Və yeri gəlmişkən Premyer Liqa çərçivəsində Sabah hələ ki heç bir oyunda Kəbəzə 2 goldan az vurmuyor. Görək, bu seriyanın davamını gətirə biləcəkmi Sabah futbolçular, yoxsa bu seriya qırılacaq? Orxan Əliyev. Orxan Əliyevdən də indi daha çox topu irəlidə saxlamaq tələb olunur, amma o hələ ki bu işin ötəsinə gəlməkdə çətinlik çəkir. Burada isə Igor Xvariko irəli çıxan Kəbəzin kapitanı və müdafiəçisi qaydanı pozur və qarşısında sarı vərəqəni görür. Igor Xvariko. Artıq deyə bilərik ki, Kəbəzin veteranlarından biridir. Məsələ burada onun yaşında deyil, yəni Kəbəz forması ilə keçirdiyi oyun sayında. İndiki heyətdə ən təcrübəli futbolçudur. Kəbəz forması ilə Premyer Liqada keçirdiyi oyunlar baxımından ən təcrübəlisi odur. Elvin Camalov. Amin Seydiyevlə oynadı. Amin aldatdı rəqibini. Amin amma ötürmə verə bilmədi. Sona qədər burada mübarizə apardı. Ümid Səmədov və topu ondan aldı. İndi özü irəliləməyə çalışır. Gözlədi Orxan Əliyevin hücuma qoşulmasını. Ötürməsini dəqiq verdi Orxan Əliyev. Ayaq saxladı İrasabal önündə. Ümid Səmədovdan qapı qarşısına Lassana incəyi istiqamətində göndərilən top qeyrdəyə qaldı. Əli Səmədovun qardaşı, kiçik qardaşı Ümid Səmədov hücuma qoşuldu, amma ilk onda zərbə indirən tapılmadı. Daha bir həmlə Kəbəz futbolçularından. Amin Seydiyev səhv yol verir. Keverton qaydanı pozmuşdu. Keverton sarı vərəqəsi var. İzzət İsmayıllı onu bağışlayacaqmı bu dəfə? Bağışlayır, bəli. Vərəqə yoxdur İzzət İsmayıllının əlində. Çağırır, yana çəkir Kevertonu və şifahi xəbərdarlıq. Keverton özü də burada nəyin baş verə biləcəyini çox yaxşı dərk edirdi. Çox qorxmuşdu. Məncə burada santimetrlər Kevertonu qırmızı vərəqədən ayırdı. Çünki ayağını taptalasaydı Amin Seydiyevin bu açıq-aşkar sarı vərəqə olacaqdı. O isə ilk onda zərbə indirmiş oldu sadəcə Amin Seydiyevin pəncəsinə. Elvin Camalov. Mikkels'e doğru çox qüvvətli ötürmə verdi. Mikkels topu ram edə bilmədi. Amma Elvin Camalov özünü yenidən qazandırdı topu Sabaha. Amin Seydiyev. Amin. Lepinitsa. Ara ötürməsi. Anatoliy Nuriyev cərimə meydançasında. Nuriyev yerə yıxılır. Və İzzət İsmayılın qərarı nədir? Simulyasiya. Simulyasiya və bu sarı vərəqə olacaq. Anatoliy Nuriyev üçün sarı vərəqə olacaq.
əlini havaya qaldırdı, sərbəst zərbəyə işarə etdi Nəcət İsmayılov. Bu isə deməkdir ki, simulyasiya qərarı verilib. Hakimi aldatmaq cəhdi Anatoliy Nuriyev tərəfindən. Mən Nəcət İsmayılov burada mən hər şey çox yaxşı görürdüm. Təkrara baxmağa ehtiyac yoxdur. Düşünürəm, təxminən belə fikir söylədi. Bəlkə də cüzi toxunuşu var idi, amma sözsüz ki, bu belə reaksiyaya hər hansı bir əsas vermirdi. Zərbənin mümkün toxunuşun şiddətini artırmağa çalışdı. Bununla hakimi aldatmağa çalışdı Anatoliy Nuriyev və ona sarı vərəqə göstərildi. Bilmirəm nə dərəcədə bu onun planlarına daxil idi bu epizodda. Lasan Ndiaye topu qazandırır indi Kəpəzə. Yenə top sabahda Jones Michels. Topu saxladı özündə. Boyan Letic. Letic'dən geriyə. İrasabal. Hərəkət azalıb. Sabahın hücumlarında hərəkət azalıb. Xüsusilə topsuz futbolçular çox az hərəkət edirlər. Sanki yorulublar. Bilməm, bəlkə isti havadan iləri gələn məsələdir bu. İndi Michels'dan sağcına ötürməz. Seydiyev uzaq dirəyə zərbə. Və hesab bərabərləşir. 2-2. Top qapıdadır. Jesse Sekizika ikinci golun müəllifi olur. İlk baxışdan açığı topun qapıya daxil olub olmadığını müəyyənləşdirə bilmədim. Şərtçi mövqeyindən tam dəqiq görünmədi. Amma yekunda futbolçuların reaksiyasından və hakimin işarəsindən başa düşmək oldu ki, hesab bərabərləşdi. Jesse Sekizika. Amin Seydiyevin ötürməsindən sonra offside yox idi burada. Topu Məmməd Hüseynovun qoruduğu qapıya göndərdi. Öz istəyinə çatdı Sabah, hesabı bərabərləşdirdi. Hesabda geriyə düşdükdən sonra minimum işin öhdəsindən gəldi Sabah futbolçuları. Ronoslav Renduliçin yetirmələri oyunun sonuna, əsas vaxtın sonuna 20 dəqiqə qalmış, hesabı bərabərləşdirdilər. Herhalde Sabahın bu təzyiqi öz bəhrəsini verdi oyunun gedişatında. Halbuki birinci goldan sonra bunu bu haqda danışmışdıq. Təzyiq azalmışdı, amma sanki bir qədər Kəpəzin müdafiə xəttində bu yatızdırdı. Ola bilər, belə bir effekt olur. Növbəti hücum Sabah futbolçularından. Əlbəttə ki, bundan sonra artıq onlar 3-cü golda vurmağa çalışacaqlar. Amma Kəpəz də elə əks-hücuma çıxmağa gücünün olduğunu göstərməyə çalışır. Lasan Ndiaye'də o qədər güc qalmıyor. Herhalde bu topa yetişəcək səviyyədə. İki dəyişikliyi Kəpəzin heyətində 11 nömrəli futbolçu Orxan Əliyev meydanı tərk edir. Redon Mihana oyuna çıxır. Yox, elə bir dəyişiklik olacaq. Orxan Əliyevin yerinə Redon Mihana çıxır, Albaniyalı futbolçu. Bəlkə daha erkən bu əvəzetməni reallaşdırmağa dəyərdi. Bilməm, əlbəttə ki, Xaliq Mərdanov daha yaxşı vəziyyəti dəyərləndirə bilər. Orxan Əliyev irəlidə topu saxlamaqda çətinlik çəkirdi. Bununla bağlı ciddi problemlər yaşayırdı və məhz irəlidə topu saxlaya biləcək daha gümrah futbolçuya ehtiyac var idi. Orxan Əliyev fiziki cəhətdən hələ ki tam olaraq hazır deyil. Kəpəzə çox gec qoşulub, təlim məşq toplanışında iştirak eləmir və əlbəttə ki, yaş formasından çox uzaqdır. Və daha erkən meydanı tərk etməsi bəlkə də Kəpəzə daha çox fayda verə bilərdi. Lasan Ndiaye hücumun mərkəzinə keçir bu dəyişiklikdən sonra. Redon Mihana isə sağ cinahda yer aldı. Sekizikada yeri gəlmişkən ikinci qola imza attı. Mövsümdə Sumqayıt maçda da fərqlənmişdir. Ardıcıl ikinci turda geri dönüş etməyə yaxındır Sabah. Jones Michels.
Mikels paslaşdı. Burada Şafranko ile zərbəsi alınmadı. Blok koyuldu zərbəsinə. Anatoliy Nuriyev və təşviş içində burada topu meydandan çıxardı Kəpəz futbolçuları. Artıq buraxılan ikinci goldan sonra psixoloji olaraq da durum heç də yaxşı deyil Kəpəzdə. Sözsüz ki, onsuz da çətin vəziyyətdə olan komanda 2-0 hesabı ilə önə çıxdığı maçda bu üstünlüyü əldən verirsə, bir qədər də bu gərginlik yaradır futbolçularda. Sabahda isə əksinə ruh yüksəkliyi var və bu elə Anatoliy Nuriyevin simasında da oxunur. Ötürməsi qapı qarşısına Lassan Ndiaye yaxşı oynadı. Əks hücuma çıxa bilər indi. Amma Kəpəz futbolçuları amma əllə oyun qeydə alındı. Rendulic burada futbolçularının hərəkətlərindən narazı qaldı. Çox maraqlıdır ki, hansı nüansla bağlıdır bu narazılıq. Bu isə son epizodun təkrarı. Burada çox yaxşı paslaşdı Anatoliy Nuriyev ilə Jonas Mikels, amma zərbəsinin alınması burada Keverton mane oldu. Cərimə zərbəsini Anatoliy Nuriyev yerinə yetirəcək. Çox güman ki, sabah niyyətində. İşarə verildi. Qapı qarşısında top göndərilir. Hava mübarizəsi. Yaxşı alınmadı ötürmə. Açığın desək. Açıq desək. Və Amin Seyidiyevdən top meydanını tərk elədi. Yusuf İmanov. Yer gəlmişkən Amin Seydiyev mövsümdə ikinci asistini etdi və hələ ki o Nərman Xunzadə ilə yanaşı bu göstəricidə liqamızın liderlərindən biridir. Amin Seydiyev ümumiyyətlə hücuma qoşulmalar baxımından bu mövsüm bir xeyli artırıb, ən azından cəhdlərin sayı baxımından və ilk onun qol ötürməsini çox yaxşı xatırlayıram. Neftçi ilə maçda Jonas Mikels'a ötürmə etmişdi və çox gözəl ötürmə etmişdi. Həm özü topu qazanmışdı ondan öncə, irəliləmişdi, öndəki futbolçunu aldatmışdı. Səhv etmirəmsə Emin Mahmudovu səhv etmişdi ola bilərəm. Əgər belədirsə indidən özür istəyirəm. Və daha sonra çox gözəl diagonal ötürmə verilmişdi uzaq məsafəyə. Məmməd Hüseynov 8-ci qan zərbəsindən sonra burada 2 cəhddən topu ələ keçirir. Yəni Amin Seydiyev bu baxımından Kronislav Rendulic'in başlığı altında bu mövsüm tamamilə fərqli cəhətdə özünü göstərir. Əgər əvvəllər sabahın oyununda sol cinahın bu mənada, hücuma qoşulmalar mənasında çox böyük üstünlüyü müşahidə edilirdisə, indi burada bir balans görünür. Xüsusilə bilməm nə dərəcədə dediklərim hansısa bir məntiqi zəncir yaradıb, amma Makabi Hayfa ilə Bakıdakı oyundan sonra hatırlayırsınızsa Amin Seydiyev çox tənqid olundu və məncə haqlı olaraq çox tənqid olundu. Həmin oyundan sonra sanki biz fərqli Amin Seydiyevi izləyirik sabahın maçlarında. Kəpəz hücumdadır, indi sabah müdafiə olmalıdır. Mihananın ötürməsi heç kim topa toxunmadı. Sofyan Çakla. Irasabal. Letic ile oynadı. Letic'dən qapı qarşısına hava ötürməsi Şafranko düşünmüşdü. Letic çox güman ki amma bu ötürmə iki qat hündürlükdə olan Şafranko'ya yalnız çata bilərdi. Şafranko hələ ki çox gölgədə qalır bu maçda. Bir əvvəl səhv etmirəmsə Rendulic'in köməkçilərindən birinin Kupusoviç'ə təlimatları verdiyi anı gördüm ekranlarda və çox güman ki bir qədər sonra o meydana daxil olacaq. İndi isə Keverton Kəpəzi əks hücuma daşıyır.
Keverton ötürməsi keçmədi. İndi müdafiə qayıtmalıdır Kəpəz. Çox sürətli şəkildə bunu etmədilər. Çünki Jesse Sekicika topu ələ keçirdi. Sekicika'dan uzun ötürmə. Sol cinaha. Həmlə davam edəcək buradan. Elvin Camalov zərbəsi müdafiəçilərə dəyərək meydana top tərk edir. Bəli, Njegoš Kupusović oyuna çıxacaq. Hələ ki heç bir maçda, yox daha doğrusu yalnız birinci turun oyununda, Şamaxı ilə maçda ilk dəqiqələrdən meydanda olmuşdu. Digər oyunlarda isə Zirə ilə meydana çıxmamışdı. Neftçili oyunda 1 dəqiqə meydanda olmuşdu. Sumqayıtlı 2 dəqiqə, yəni çox etimad qazanmır. Hətta Şamaxı ilə start etdə meydana çıxdığı maçda yalnız bir hissə oynamışdı. Avtaçnamin yerinə yetirdim. Hava mübarizəsi. Çakla buradadır və sona qədər mübarizə aparır. Topu qazandırır komandasına. Növbəti out. Və indi əvəz etmə reallaşacaq. Njegoš Kupusović. Çox güman ki Şafrankonu əvəzləyəcək. Yox, Jesse Sekicikanı fərqli seçim edir bu dəfə. Jesse Sekicika çox maraqlı ki, adətən bu dəqiqələrdə əvəzlənir. Yalnız Şamaxı ilə maçda 90 dəqiqə meydanda olub Sekicika. Digər bütün maçlarda ən yaxşı halda 78 dəqiqə mübarizə aparıb. Bu dəfə 80 dəqiqə meydanda oldu Jesse Sekicika. Njegoš Kupusović oyundadır. Sekicika öz işini bu dəfə də ən yaxşı tərəfdən görə bildi. Herhalde ikinci qolun müəllifi oldu. Bu da ən vacib ondan tələb olunan məsələdir. Tobrunun mübarizə. Kəpəzin qapçı meydançasında bir anlıq mübarizə yaranmışdı, amma daha sonra tərkən soğuştura bildi meydan sahibləri. Yusuf İmanov son 10 dəqiqə oyunun əsas vaxtında. Uzun diagonal. Mikkelsə top çatdı. Yol üstü ehtiram Şafirdiyev edərək. Mikkelsın ötürməsi keçmir. Qaydan top. Anatoliy Nuriyev. Letic. Soxyan Çakla. Çakla Braqadan top qayıtdı. Braqanın ikinci hissədə hücumda demək olar ki görmürük. Mikkelsi isə görürük. Onda bir ötürməsi və Məmməd Hüseynov. Sanki bir anlıq qapını itirmişdi və top birbaşa qapıya daxil ola bilərdi bu cinah ötürməsindən sonra, amma ilkunda reaksiya göstərə bildi Kəpəzin qalkibiri. Anatoliy Nuriyevin ikinci zərbəsini yerinə yetirəcək. Offside də yox idi burada görürük. Son anda reaksiya göstərə bildi. Bu epizodda topun ələ dəydiyini düşünürdü Sabah futbolçular, amma görürük ki top Əli Səmədovun çiyninə dəymişdi. Anatoliy Nuriyevin ötürməsi qapı qarşısına uzaqlaşdırılır. Topu ilk cəhətdə Amin Seyidovun zərbəsi. Daha bir ötürmə qapı önünə. Qapçı meydançasına başla zərbə. Qayıdır top yenə də. Arda-arda zərbə cəhdləri Sabah futbolçularından Amin Seyidiyev. Sağ cinaha çevirdi. İrasaval. Çakla. Yerli ötürmə. Zərbə yaxın məsafədən qeyrdəyə qalınır. İvan Lipinitsa 3-cü qol vurmağa çox yaxın oldu. Çox yaxşı fürsət əldə etmişdi. Çox yaxşı mövqeydən zərbə indirirdi, amma istəyinə çata bilmədi. İvan Lipinitsa. İkinci Templa burada çox yaxşı dəstək vermişdi hücuma. Lipinitsa hər şey doğru etmişdi. Ta ki zərbəyə qədər. Kəpəzin yetində dəyişikliklər olacaq. Növbəti pauzada başa düşdüyüm qədərilə indi isə oyun bərpa olunmalıdır qapıdan zərbə ilə. Hava mübarizəsi. Lepinitsa topu özünə saxlaya bilmədi. Kəpəz indi nisbətən böyük qüvvəyə irəli çıxır. Kevertondan sağ cinaha. Dəqiqə götürməyə alındı. Redon Mihana. Mihana mərkəzə. Yaxşı şans var zərbə uzaqdan. Top qapının üstündən keçir. Və qapı arxası
Torda ilişdi qaldı burada top. Və indi dəyişikliklər reallaşır. Nemət Musayevlə Nicat Süleymanov meydana çıxırlar. Nicat Süleymanov Viktor Braqanı əvəzləyir. Nemət Musayev isə kimin yerinə oyuna çıxacaq? Onu da aydınlaşdırarıq. Viktor Braqa daha bir məncə kifayət qədər yaxşı oyun keçirdi. Və Kəpəzin əsas məsələ mövsümdə ilk golunun müəllifi oldu. Nemət Musayev isə Karim Elkoçanın əvəzinə meydana çıxır. 2 gol ötürməsinin müəllifi. Yeri gəlmişkən elə Karim Elkoça da Nərman Xunzadə və Amin Seydiyev kimi ən çox gol ötürməsi verən futbolçulardan biridir. Elə bu oyunda 2 ötürmə verməklə bu göstəriciyə çatdı. Elvin Camalov. Anatoli Nuriyev ötürməsi keçmədi. Sıxlığı artırdı. Müdafiə xəttində Kəpəz Nemət Musayevin meydana çıxması ilə hücuma meyilli oyuncu Karim Elkoç oyundan çıxdı. Mikels, Letic, Lepinitsa. Elvin Camalov topu yitirdi. Keverton yaxşı oynadı. Açıqı Keverton bugün məncə müəyyən işartılar verdi. Komanda daha çox fayda verə biləcəyini işartılarını ötürmə solcun atan qapı önünə və 3-2. Sabah 3-cü qolu vurur. Joylens Mikels 3-cü qolu müəllifi olur. Dublə imza atır Joylens Mikels. Oyunun həqiqətən də ən yaxşısıydı bu dəqiqə qədər. Ən azından Sabahın heyətində və məncə qəhrəman layiq olduğu mükafatı alır. Çox səy göstərirdi. Artıq ilk hissədə 2 və ya hətta 3 gol vura bilərdi Joylens Mikels. Yekunda 85-ci dəqiqədə özünün ikinci komandasının 3-cü golunu vurdu. Qapı önündə vaxtında lazımı nöqtədə peyda oldu Joylens Mikels və golunu vurdu. Bilməm, burada indi asist kimin adına yazılacaq? Letic ötürmə vermişdi. Yol üstü deyəsən Nigoş Kupusoviçə top dəydi. Bəli. Kupusoviçə top dəydi. Belə kürəyini sığalladı və uzaq dirəyə doğru istiqamətləndi. Orada isə Mikels topu qapıya göndərdi. Kəpəz 2, Sabah 3, indi yoxlanılır gol. Hər şey qaydalar çərçivəsində idi. Mərkəzdən oyuna başladı Kəpəz. Artıq məğlub durumdadır. Ardıcıl ikinci oyunda Premier Liga çərçivəsində Kronoslav Rendulçin komandası geri dönüş edir. 3 gol vurur və geri dönüş edir. Ötən turda Sumqayıtla maçda 0-1-dən qayıtdılar. 3-1 etdilər. Bu dəfə 0-2-dən 3-2 etdilər. Növbəti oyunda rəqib lider Turan Tovuz olacaq. Və hər şey aritmetik progresiya ilə davam etsə, orada artıq Turan Tovuz 3 gol vuracaq. Amma heç də həmişə Sabah əlbəttə ki belə geri dönüşlər edə bilməyəcək. Komanda müdafiə oyununda ciddi problemlər var və bu ciddi problemlər bu mövsümün əvvəlindən deyil, ötən mövsümün sonundan bəri deyil, ötən mövsümün əvvəlindən bəri davam edir. Və heç öz həllini tapmır. Amma hücum xəttindəki futbolçuların fərdi ustalığı bir çox hallarda bu problemlərin nəticələrə təsir göstərməsinə və ya müəyyən hallarda, bəlkə heç çox hallarda deyil, müəyyən hallarda təsir göstərməsinə imkan vermir. Necə ki bugün Joylens Mikels'in oyunu 3 golun hamısında iştirak elədi. İkisini özü vurdu. Birində isə gol öncəsi ikinci ötürmənin müəllifi oldu. Amin Seydiyev və məhz Joylens Mikels topu göndərmişdi. Seydiyevin başla ötürməsindən sonra isə Sekidika fərqlənmişdi.
Mövsümdə 3-cü qolunu vurdu. Jordan Smickers gəlmişkən və bununla da David Volkov'la bərabərləşdi. Ən çox qol vuranlar sıralamasında. Misli Premier Liqasında. Ötən oyunda da 2 qol ötürməsi vermişdi. Bəli, səhv xatırlamıramsa Namiq Ələsgərova və Sekidikaya 3 qol, 2 qol ötürməsi. Çox yaxşı mövsümə başlayıb. Jordan Smickers indi isə Keverton. Kəpəz hücuma daşıyıb. Bir geriyə ötürmə verir. Əli Səmədov. Uzaqdan zərbə cəhdi rikaşet. Yusif İmanov səhvsiz oynadı. Son dəqiqələr indi Sabah üçün çox gərgin keçəcək. Özdə məxsus tərzdə burada Sofiya Çakla ayaqla. Güngülvari Yusif İmanov təpikləyərək ona ürək dirək verdi. Yəni ki, bu məqsəd daşıyırdı bu hərəkət. Bu isə Əli Səmədovun zərbəsini təkrarı. Out atışını indi. Sabah futbolçuları yerinə yetirəcək. Və dəyişiklik Sabah niyyətində Teylor Mütəllimov oyuna çıxır və o Pavel Şafrankonu əvəzləyir. Təbii gözlənilən dəyişiklikdir bu. Pavel Şafranko, yəni daha doğrusu ikinci hücumçuya artıq ehtiyac yox idi. Sabahda Neguş Kupusoviç var və əvvəlki vəziyyətdə hər şey qayıdır. Teylor Mütəllimov oyuna çıxır. Təbrikləşirlər burada Şafranko ilə Sabahın texniki zonasında yer alan şəxslər. Başda Kronoslav Rendulic olmaqla. Oyunda isə artıq əsas vaxtın sonuncu dəqiqəsi başladı və indi irəli atılır Kəpəz. Yalnız Neymət Musayev heç o da qalmır. Heç o da qalmır meydanın Kəpəzə aid hissəsində. Hər kəs irəli getdi. Hər kəs hücumda cərimə zərbəsini yerinə yetirir. İlkin Qırtımov. Artıq 90 dəqiqədə yekunlaşdı. Açığı Rəvan Həmzadənin əlində hansı bir tablonu görmədim. Ola bilsin mənim diqqətimdən qaçdı. Anatoli Nuriyev qarşıladı. Bəli, bəs indi, yalnız indi tablonu nümayiş etdirir Rəvan Həmzazadə. 4 dəqiqə əlavə olundu ikinci hissənin əsas vaxtına. Mikels topu uzaqlaşdırdı. Kupusoviç mübarizədə məğlub oldu. Topu Kəpəzdə Neymət Musayev. Onun Elvin Camallı mübarizəsi qayda pozuntusu var idi burada deyir Nicat İsmailli. Kupusoviçlə İlkin Qırtımov mübarizəsindən sonra hər iki futbolçu zədələndi. Kupusoviçin vəziyyəti ilə indi maraqlanır Nicat İsmailli. Və növbəti cərimə zərbəsini Kəpəz futbolçuları yerinə yetirəcəklər. Qaydanı pozan məhz Kupusoviç idi. İşarə verildi. Uzun ötürmə, Sabahın cərimə meydançasına hava mübarizəsi, qaydan top. Kvalko geri ötürmə verdi. Ümid Səmədov, Ehtiran Şahverdiyev. Yerlə ötürmə Əli Səmədov, sol cinaha. Qapı qarşısında İnca Süleymanovdan ötürmə. Çox hündürdən getdi top və meydanı tərk eləmədi. Sabahın əks hücum şansı və Mikels topu rəqibə vuraraq meydandan çıxarır. Vaxt qazandırır komandasına. Kəpəzdə növbəti dəyişiklik. Əlbəttə ki, indi bunun vaxtın getməsi, itirilməsi Kəpəzin əleyhinə işdir. Cavad Kərimov oyuna çıxır və o Keverton əvəzləyir. Keverton məncə bugün mərkəzdə hər halda heç də pis təsir bağışlamadı. Bir çox birə-bir duellərdən qalib çıxmağı bacardı. Bir neçə dəfə rəqib ötürmələrinin qarşısını aldı. Amma sözsüz ki, oyuncu keyfiyyəti baxımından bugün Sabah Kəpəzin üstün olduğunu göstərdi. Hər halda ilk 18 dəqiqədə bunu edə bilməsə də daha sonra göstərdi. Amma hələ ki qələbə qazanmayıb Kəpəz. Ümidini itirmir. Kəpəz hücumlarını reallaşdırır. İndi müdafiə qayıtmaq lazımdır və bunu tez etmək lazımdır. Kupusoviçdən sağ cinaha Anatoli Nuriyev büdrədi və topu itirdi. Nicat Süleymanov. Nicatdan uzun ötürməkləri. Şakıla topa toxundu. Letic sadəcə topu uzaqlaşdırır. Topu qaldırdı havaya.
Teylor Mütəllimov onu meydanda saxlaya bilmədi. Bir qədər əvvəl İlyas Süleymanov, Anatoliy Nuriyevin mübarizəsi. İncəyə və Elvin Camalov burada 2 cəhdə topu qazandırdı komandasına. Riskli hərəkətlər Amin Seydiyevdən Çakla topu uzaqlaşdırır. Xvalko qarşılayır. Yenə Çakla yerdə qalır. Ona qarşı qayda pozuntusu var idi burada deyir referi. Cavad Kərimov qaydanı pozmuşdu. Yusuf İmanov indi cərimə zərbəsini yerinə yetirir. Sərbəst zərbə daha doğrusu. Hakimin əli havadadır. Uzun ötürmə irəli. Elvin Camalov. Lipinitsa. Solda Mikels. Mikels'ın ara ötürməsi. Kupusovic, Elvin Camalov. Mərkəzdə Mikels topu itirir, amma sığortalayır onu komanda yoldaşları. Yusuf İmanov. Tələsmir Sabahın qapısı. Uzun ötürməkləri. Mikels istiqamətində. Burada dava mübarizəsindən qalib ayrıldı. Mikels, Kupusovic ötürməsi verdi. Teylor Mütəllimov oyunda nöqtəni qoya bilər. Teylor, amma boş qapıdan topu uzaqlaşdırdılar. Anatoliy Nuriyevin zərbəsi isə dəqiq alınmadı. Onu bitirə bilərdi, artıq bütün suallara aydınlıq gətirə bilərdi Teylor Mütəllimov. Amma buna ehtiyac duyulmadı. Hər halda Teylor Mütəllimovun komandası Sabah qələbə qazandı. Kəpəzlə Səfər oyununda 2-0 hesabı ilə geriyə düşən ilk hissədə artı 18-ci dəqiqədə geriyə düşən Sabah qalan dəqiqələr ərzində 3 gol vuraraq bu oyunda növbəti 3 xalını qazandı. Bununla da Sabah xallarının sayını 10-a çatdırdı əziz tamaşaçılar.